Bilirsiniz, həyatdır. Həyatda hər şey olur. Mən buradan durub keçmiş həyat yoldaşımı və yaxud da ki, onun ailəsini nə dışlamaq, nə bir söz demək heç vaxt istəməmişəm, etməmişəm də. Bunu Allah şahididir. Mənim qaynanam, mənim eltilərim, mənim qayınlarım. Bugün də gedirəm. Bugün də qapılarını döyürəm. Bugün də yaxşı günündə, pis günündə də olsa yanlarında oluram. Ki, yaxşı günlərində yanlarına salsalar gedərəm, pis günlərində işləndə zaten gedirəm. Heç mənə deməyə ehtiyac yoxdur. Çünki mən o həyətdə gəncliyim keçib, saflığım olub, nə bilim, evladımın doğulduğu yerdir də. Yəni, mənim üçün ora başqa bir şeydir. Yəni, bilmirəm nədirsə, mənim zaten küsəcəyim mənim yoldaşım ola bilərdi də. Yəni, o mənə gün versəydi, mənim eltim mənə bir söz dedi. Dedi ki, qızım, bilirdi ki, mən qoçağam. Əziyyət çəkirdim bütünlü günü. Evin içində bir Allahın isti suyu da yox idi. Hamam Taliyət 300 kilometr o tərəfdə idi. Qaça-qaça gedirdim hamama, orada paltar yu əldə. Paltar yuyan cehiz aparmışdım, amma onu qoşduran yox idi. Atam gil buradan force edirdi ki, vermişik, niyə bunu qoşdurmurlar? Onlar da qoşdurmurdular da. Ortada əziyyət çəkən kim idi, mehriban idi. Soyuğun uçağında, soyuq su ilə qazanda istilədirdim, isti suyu yaxalayırdım, isti su ilə soyuq suda belə tuturdum, tez bazar onu yuyurdum. Siz danışanda hamı deyir, əziyyət çəkmişəm, əziyyət çəkmişəm. Mənim çəkdiyim əziyyət heç bir xanım çəkməyib həyatda. Heç bir xanım 17 yaşında, 18 yaşında o yataq xəstəsi bir kişiyə baxa bilməyibdir. Mən ona elə baxmışam. Qorxa-qorxa baxmışam, çəkinə-çəkinə baxmışam. Mənim yaşadığımı heç kim yaşamayıb. Bu həyatda heç kim yaşamayıb. İstəyirsiniz, nə bilim, onu bəlkə də inansalar, nə bilim, komiyə ona görə düşmüşəm ki, o qədər belə streslər keçirtmişəm, o qədər nervlər keçirtmişəm, pis günlər keçirtmişəm ki, əslində mənim atam-anam çox mənə yaxşı yaşadıblar. Evin bir qızı olmuşam. Hətta qohumlarım belə mənə almaq istəyib. Elçi gəlmək istəyib. Deyiblər ki, o evin bir qızıdır. Bizə gəlməz. Niyə gəlmirdim ki, gələrdim. Ki, getdiyim yer ondan yaxşı idi. Yox, heç də yaxşı gün görürdüm. Çox gözəl geyinirdim. Çox gözəl belə günlər keçirdirdim. Yox, heç nə. Çox pis gündə yəni yaşamışam. O heç olur. Həyatda ən pis yaşadığım gün evlilik həyatında yaşamışam.